Ya salam dostlar. Mən Miko. Dostlar, bugün sizlərlə bir də Survivor 1-ci bölüm deyə bir seriya başlayıram. Dünya qururam, belə dünyanı oluşturay. Belə bir dənə dünya açıram dostlar. Survivor serisinə başlayıram. Bölüm 1. Sizin də köməyinizlə bu Survivor serisi çoxalacaq. Aha, Mükemmel mükemmel. çöy var yaxında. Əla. Əla oldu bu. Bomba oldu. Burada çöy var, elə qaçay çöyə. Yeməyimizi buradan çıxarda bilərik. Belə çox uzatmayacağım, videoya başlayacağım belə bir dəfəlik. Lazımlı şeylər bu çöydən çıxacaq. Abunə olub like atmayı yaddan çıxarmayın dostlar. Sizin köməyinizlə ikinci bölümdə gəlir inşallah. Belə nə var nə yox götürəcəm. Hətta sandığı da götürürəm. Lazım olar. Biraz bu evlərdən biraz odun qıray. Heç evlərə yəni zərər zad verməyəcəm. Evlər olduğu kimi qalacaq. Necə deyirsinizsə belə olacaq usta. Olduğu kimi qalır. Heç bir problemi yoxdur. Kopya ona oxşuyur, eyni şeydir. Heç bir şey dəyişmədi. Belə, əla. Nəysə, yeməklərdən yox. Burada gəmi də var dostlar. Qurduğum sid qəribə sid çıxdı. Qəribə sid var. Qəribə sid var. Burada gəmi də var. Burada sandıq da olar. Buradan bir yerdən sandıq da çıxmalıdır. Baxarıq buna. Çıxın buradan, nəysə, baxarıq sonra. Hələ ki, lazımlı əşyaları eləyək. Bunu qırın. Olduğu kimi bunlara qoyuram. Öldüyü kimi heç bir şey dəyişmir, eyni qalır. Bir dənə kazma düzəldə taxtadan. Sonra daş alətlərə keçək. Dokuz dənə qazdım. 9 dənə. Belə bir yavaş-yavaş daş alətlərə keçə bilərik. Elə bunları sıraya düzək. Qəşəng. Belə olsun buraları. Bizə buralar lazım deyil. Bunları çevirək. Belə yemək düzəldim. Lazım onda nə gəldi? Yey. Ev də bomba evdir ya. Əla evdir, qapısını bağlayaq. Əla evdir ya özümə. Nəysə. Devreye burada nə var? Buraya baxmışdım. Köyü biraz dağıdacağım. Nəysə. Böyle köydə nə var nə yox. Şey zümrüt də çıxdı heç olmasa. Zümrüt lazım olacaq. Yatağı dəyişdirin bununla. Sarı yatağı götürün. Başqa nə var? Bir daha şey var, bunlar götürək. Belə normal köydür. Çox da yaxşı deyil, amma normal köydür. Bu seed də şanslı seed çıxdı. Ağlımdan elə belə dünya açdım. Seed'də də yazmamışam. Gördüyünüz kimi sizin qabağınızda yazdım. Elə qəşəng dünya çıxdı həqiqətən. Canavar gəl bura. Qəşəng dünya çıxdı həqiqətən.
Belə yeridir, hə? O, götürənmədim bir dənə şey ya. Gəl bura. Hə, belə bunu öldürək. Gəmiyə də baxay, sonra baxarıq hara ev düzəldəcək. Bu bölüm çox bir şey eləməyəcəm, birinci bölüm. Əvvəl bir dənə başlanğıc ev eləyəcəm. Bu bölüm bundan ibarət olacaq. Hə, ev eləyəcəm. Çox bir şey eləməyəcəm. 3 dənə dəmir çıxdı qəşəng. İndi burada çətin olacaq biraz axtarma, qumun içindədir. Biraz çətin olacaq. Yəni də baxay görə elə. Şey tapa bilirəm. Baxım mən görüm elə. Elə bir yoxdur, hə? Aha, çıxdı. Ooo, qəşəng. 2 dənə zırh süsləməsi çıxdı, şablonu. Dəmirlər var, bol dəmirlər, dəmir parçaları. Qəşəng idi, hə? 11 dənə dəmirimiz oldu, əlaydı. Başqa harada çıxa bilər bir şey? Başqa elə buralardan çıxa bilər, hə? Məncə buralarda bir yerdə də var bir şey. Yəni də sandıq buradan tapdım dostlar, baxın, düz buradan. Belə qazanda sandıq çıxdı. Yəni gömülü xəzinə var, bir dənə də pusula var. Burada ən lazımlı şey bu gömülü xəzinədir. Xəritəsi. Şey, aha, yaxındadır, çox uzaqda deyil. Buralarda bir yerdədir, görsədir. Yəqin ki, oralarda olar. Ay, bu tərəflərdədir. Yolun özündə. Suyun o tərəfində. Elə burada evi də bəlkə buralara bir yerə. Əslində buralar yaxşıdır. Orada pəmbə ağaclar da var. Aha, qəşəng sitə doğuldu. Əla yerdir. Pəmbə ağaclardan istifadə edə bilər. Evi oralara tikmək istəyirəm, o hissələrə. Bu dağın içinə də bir şeylər eləyərik. Baxarıq. Aha, gəldi, elə bu düz üstündəyik. Buradan 9.9 olacaq şəkildə baxacaq. Ha tərəfi də o, hə, deyə bura. 9.9 olacaq şəkildə. Ölçmü 9.9'dur. Buralardan çıxacaq. Aha, buradan çıxdı. 10'dan 6. Pişmiş somon, prizma. Pişmiş somon, dəniz. Dənizin qalıb, bir dənə də 2 dənə də nəfəs alma iksiri. Qəşəng oldu. Bir də elə yolun o yüzünə, suyun o tərəfinə. Yəni, bura evi tikmək istəyirəm. Qəşəng yerdir bura. Qəşəng sivitdə doğuldu. Bəlkə də elə kəşf eləmədiyimiz qəşəng yerlər də var. Bu xəritəni də saxlayacağım. Evin bir tərəfinə asarıq. Qəşəng o köyün təsviri qəşəng görsənir orada. Bu köyün təsviri var üstündə xəritənin. Qəşəng görsədir. Yəni, xəritəni saxlayacağım, evdən bir yerdən asarıq. Elə buralara da fikirləşirəm. Bəlkə də dağın içinə dağ evi elədim. Onu bilmək olmaz. Buralara quru. Sandığı da qoyun buralara. Bir neçə dəqiqə sonra. Aha dostlar, dəmir qazma deyilmi? Gəlir şimdi elədik. Dəmirdən əşyalar elədim. Bir dənə qazma, bir dənə də balta elədim. Hələ ki, onlar bizə bəs eləyər. Burada şeydə, hanı, yatağı da götürək. Yatağı səhər açsın, bir dənə də ev tikək bura. Bölümümüzü bağlayaq. Bu bölüm qısa olacaq, çox uzun eləmək istəmirəm. Əvvəl bura, bu hissələrə belə dənizə tərəf açılan, dənizə tərəf baxan belə ev tikmək istəyirəm. Sonralardan ağlımda baxın, oradan madən girişi var. Özünü qəşəng görsən, ora bəlkə də madən girişi eləyə bilərəm. Və yaxud da bura ev eləyə bilərəm, madən içinə tərəf gedən ev olsun. Evin keçidi məsələn, madənə tərəf geçsin. Bundan da elə bir ki, yol kimi, otaqlar kimi evin içindən ola bilər. Beynimdə qəşəng fikirlər var. Amma bu bölümün artmayı ilə asılıdır. Yəni bölüm çoxalsa, ikinci, üçüncü bölümlər gəlsə, daha yaxşı şəkildə çəkəcəm. Hə. Sizin də köməyinizlə çoxalacaq bölümdə. İnşallah abunə olarsınız, like atarsınız. İkinci bölümdə gələr. Əvvəl bu odunları qazım. Biraz bir stəzad odun qazım. Hələlik başlanğıc evi edəcəm. Çox da yaxşı olmayacaq. Başlanğıc evi kimi balaca ev tikəcəm. Çox da böyle lazım deyil.
İkinci bölümdən başlayarıq kasılmağa, qəşəng gücləşərik. Yaxşı əşyalar eləyərik. Yəni, biraz odun qazım. Bir neçə dəqiqə sonra. Evə bax, gör nə qəşəng olub. Gör nə qəşəng olub. Bu ev də qəşəngdir, bu ev də qəşəngdir. Ən çox bu iki ev xoşuma gəldi. Gördüyünüz kimi gəlişim düşərli oldu da köyədə. Qəşəng 2 dənə ev nəsib elədi. Qəşəng görünüş. Görürsən, görünüşünü dəyişdirdim, biraz lap qəşəng oldu. Qəşəng görünüşdü 2 dənə ev nəsib elədim. Gəlişim düşərli oldu da köyə. Aha dostlar, bu qədər bəs eləyir. 63 dənə meşə kütüyü, 26 dənə də kiraz kütüyü, burada kiraz ağacı var idi, pəmbə ağacı, onlardan yığdım. Siz dekorativlərdə zət istifadə edə bilərik. Köyün yanında da biraz ağaclar orada borc aldım. İndi ödəyəcəyik o borcu. 4 dənə də meşəli oradan çıxdı, köydən çıxdı yəni bana. Onu deyirəm. Elə əvvəl orada ev tikim, bura dənizə tərəf baxan. Bu var fikrimdə, buranı düzləşdirək buranı. Qəşəng ev tikə bilərəm bura. Düzləşdirim buranı. Bir neçə dəqiqə sonra. Daşı da torpaq elədim. Elə bunları səliqəyə saldım qəşəng. Buralarda belə qəşəng düz xət edeyim, səliqəyə saldım. Qəşəng belə bu qədər yeri qazdım. Buranı da çıqqılı ev eləyəcəm. Çox da böyük ev olmayacaq. Başlanğıc evi kimi ev eləyəcəm. Yəni bildiyiniz. Çox da belə böyük ev olmayacaq. Balaca xudman ev eləyəcəm. Kürək də qırıldı. Bir damız yer qaldı. Buranı da əlindən eləyim. Nəsə eləyir. Güllər də qalsam lazım olur. Bura bir dənə balaca ev eləyəcəm. Dənizə tərəf baxan ev. Liman zat da bəlkə eləyərik evə. Dənizə tərəf gedən liman. Belə. Yavaş yavaş. Bir dənə bura şey eləyim. Bir dənə bura crafting table. Oyun bura. Bir dənə bura sandıq. Üstündəki artıq şeylərə yığın bura. Odundan eləyəcəm hələ ki bundan. Bir dənə bundan öz ağlından eləyəcəm. Belə yalandan ev olacaq. Başlanğıc evi kimi. Bu duman ev olacaq. Bir dənə başlayaq bir dənə. 1, 2, 3, 4. Ağımda belə bir şey var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13'den 1, 2, 3, 4. Böyle bir şey. 1, 2, 3, 4. 11, 12, yok 11'den eləyək. 2, 3, 4. Böyle. Ha, onu birləşdireyim. Bu buradan gəlir. Bu da buradan gəlir. Bu da burada. 1, 2, 3, 4. Belə birləşdirdim, qəşəng oldu. Dar çevirək. Buranı biraz səhv elədim bir dəqiqə. 1, 2, 3, 4, 5, 6. 6. Buradan şey olsaydı 1, 2, 3, 4, 5. Buranın ortası yok. Buranın ortası yoktu. Buradan götürək. Buradan. 1, 2, 3, 4. Biraz başqa cür elədim. Qəribə oldu bura. Ama düzəldəcəm bunu. 1, 2, 3, 4, 5'di. 1, 2, 3, 4, 5. Buradan düzdür. Bir dəqiqə. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Altıncıdan 1, 2, 3, 4, 5. Altıncıdan. 1, 2, 3, 4. Belə. Bu ikisinin də ortası gəlir bura. 1, 2, 3, 4. Gedək yatay bir dənə.
Yatağı da gətirməm də bura. Axşam oldu şey. Yatağı da paraya ora. Buraları belə eləyəcəm. Buraları götürüm. Belə bir şey eləyəcəm. Buranı 6 eləməmin səbəbi də belə ikili qapı eləyəcəm burada. Ona görə belə 6 elədim. Belə qəşəng. Qapı eləyək. İkili qapı. Onu da ötürə belə eləyək. Yəni belə bir şey. Belə bir şey. Buradan da hop belə bir şey. Ya burada boşluq qalır. Burada boşluq qalır. Hə, yox belə yox. Burada boşluq qalır. Bunu belə eləyək ki boşluq qalmasın. Buradan belə örsənəcək. Yerdən belə örsənəcək. Boşluq da qalmır. Burada qəşəng düz olur qapı. Hə, belə. Neyniyəcəkdim mən? Hə. Bunları çevirək. Bunlar bəs eləməyəcək 100%. Mən elə çox odun kəsməliyəm. Bunlar bəs eləməyəcək. Evi bir dənə 4 tərəf fırladım üstün. Elə bunlarla anca bəs eləyir. Bunlar belə fırladay. Yarımlarla eləyəcəm. Belə. Bu üst hissəni də belə eləyəcəm. Belə qəşəng görsənir. Yəni üstü tamamla fırladım. Bunlar bəs eləməyəcək. Yəqin ki, bəlkə də bəs eləyər. Üstü fırladım, yəni ki, tamam gəldim. Dostlar, bəs elədi. Elə ucuzla satdı. Elə 2 dənə qaldı əlimdə. Görürsünüz kimi bəs elədi. 2 dənə də qaldı əlimdə. 2 dənə də bir dənə belə bəzək verək bura. Bir dənə də belə bəzək. Hə. Elə oldu. İndi buraların böyrləri bir dənə yaxşılaşdırım. Yəni bunları çevirək. Bir 5 dənə eləyəcəm. Çünki buraları düzləşdireyim. Çünki bura şey gələcək. Şüşə qoyacam deyə. Şüşə havada qalmış kimi görsənəcək. Çünki bura yarım buluqdur. Bunu bir buluq eləyeyim buraları. Bu bəs eləməyəcək. Hə, buraları bir buluq eləyeyim. Şüşə pis görsənər. Hə. Belə qəşəng olacaq. Dostlar, çevirdim elə. Qəşəng düzəltdim hər tərəfə. 28 dənə də qaldı. Odun da qutardı. Bir dənə odun qalır. Belə. Evimiz belə oldu. Bu bölüm tamamlamayacağım. Qısa olacaq bu bölüm. Çox bir şey eləməyəcəm. Yatağı ala içəri. Belə. Çox bir şey eləməyəcəm. Odun da qutardım usta. Gələn bölüm eləyərik. Qalan şeyləri. Belə. Burada bölmək istəyirəm bölümü. İkinci bölüm var. İkinci bölümdə davam eləyərik. Şüşələr zədə əlavə eləyərik. Seed xoşum gəldi dostlar. Seed əla qəşəng seed idi. İstəsəniz bu seedi sizə verə bilərəm. Gəlib oynaya bilərsiniz burada. Seed xoşum gəldi yəni. Orada təkinə var idi evin köylərin yanında.
Sonra doğulan kimi elə köyün yanında, təklərin yanında, köyün arxasında kiraz ağacı. Qəşəng şeydi, CD-di. Gələn bölümdə də kəşf edirik buraları. Məncə bunlarla qurtarmaz. Daha çox şeylər var burada. Qəşəng şeylər çıxa bilər. Belə dostlar. Bölüm burada qurtardı dostlar. Mən qaçıram. Sağ olun. Videomu bəyəndinizsə, ikinci bölümün gəlməsi üçün abunə olub like atmağı yaddan çıxarmayın dostlar. Mən qaçdım. Sağ olun.